Dərsimizi qaldığımız yerdən davam edək. Uşaqlar, bölünmə əlamətlərindən danışmaq istəyirəm. Bölünmə əlamətləri var. Nöqtə ədədləri keçirirsə, mütləq bölünmə əlamətləri atlaması olmaz. Bölünmə əlamətlərində uşaqlar, ikiyə bölünmə əlaməti, üçə bölünmə. Bizə niyə görə lazımdır? Çünki sabah imtahanda çox rəqəmli bir ədəd düşəndə biz onu bir də bölmək üçün vaxt itirməyik. Məsəl üçün, imtahana düşüb 5378. Bunu bir də 7-yə bölünməyini tapmaq üçün, 11-ə bölünməyini tapmaq üçün, bir də 15-ə bölünməyini tapmaq üçün bir də bölüb şey deməyək. Biz birinci baxaq ki, bu bölünür, tam bölünürsə, ondan sonra bölək. Yəni, vaxt itirməmək üçündür bölünmə əlamətləri. Zaman itirməmək üçündür. Uşaqlar, əvvəlcə bölünmə əlamətlərindən ən böyük, ən mükəmməl qaydanı, yəni ana qaydanı demək istəyirəm ki, uşaqlar, sıfıra bölmək olmaz. Riyaziyyatda istənilən ədədi sıfıra bölmək olmaz. Qadağandır, mənasızdır. Sıfıra bölməyin mənası yoxdur, mənasızdır. Sıfıra bölmək olmaz. Sıfırı hər hansı bir ədədə bölmək olar. Bu olar, icazə var. Və sıfır edir cavab. Sıfırı 7-yə böləndə sıfır edir, sıfırı 8-yə böləndə sıfır edir. Amma 7-ni, 8-i, 9-u, 10-u, 11-i istənilən bir ədədi sıfıra bölmək deyə bir şey yoxdur. Sıfıra bölmək olmaz. Bunu yadınızda saxlayın. 2-yə bölünmə əlaməti. 2-yə bölünmə əlaməti nədir? Cüt ədədlər, bütün cüt ədədlər 2-yə bölünür. 2-yə bölünmə əlaməti sonu cüt ədədlərlə qutaran ədədlər 2-yə bölünür. Yəni sonu 0, 2, 4, 6, 8 olan ədədlərin hər biri 2-yə bölünür. Bu 2-yə bölünmə əlaməti. 3-ə bölünmə əlaməti hər birimiz yəqin ki bilirik. Ədədin, məsəl üçün 1-ə 1, 4 rəqəmli ədəd verilib bizə. Ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, 3-ə tam bölünürsə, tam şəkildə, kəsir yox, tam şəkildə bölünürsə, bu ədəd 3-ə bölünür. Məsəl üçün 15-dirsə, 15 3-ə tam bölünür, cavab 5-dir, bu 3-ə bölünür. Məsəl üçün baxıram 151-ə. 151-in rəqəmlərin cəminə baxıram. 1 üstə 5 üstə 1, o da edir. 1-in üstə 5 gələndə 6, 6-ün üstə 1 gələndə 7. 7 3-ə tam bölünmədiyinə görə 151 3-ə bölünmür, tam bölünmür. Məsəl üçün burada 153 yazsam, 153'e baxaq. 1 üstə 5 üstə 3. Bu edir 6, 6 üstə 3, 9. 9 3'e tam bölündüyünə görə 3'e bölünür. 4'ə bölünmə əlaməti. 4'ə bölünmə əlaməti nədir? 4'ə bölünmə əlamətində son 2 rəqəmi, ədədin son 2 rəqəmi 0, 0 və yaxud da 4'ə bölünən olarsa 4'ə bölünür. Demək, son 2 rəqəmi 0, 0 və yaxud da 4'ə bölünən olarsa 4'ə bölünür. Məsəl üçün 300. Son 2 rəqəmi 0'dırsa 4'ə bölünür. 4'ə bölünmə əlamətində son 2 rəqəmə baxırıq. Və yaxud 170. 170 görürük. Baxın, 70'ə baxın. 70. Görürsünüz, 70 4'ə bölünür. Bölünmür. 70. Yox, əstəğfurullah, 60. 160. 60'a baxın. 60'ı 4'ə tam bölmək olur. 60'ı 6'nı 4'ə bölürsən 1, 4, 20'də 4'ə bölürsən 5, 15 edir cavab. 60'ı 4'ə bölmək olduğuna görə 160 ədədi 4'ə tam bölünür. Yəni son 2 rəqəmi 4'ə bölünürsə və yaxud da 0, 0'la bitirsə son 2 rəqəmi bu ədəd 4'ə bölünür. Və yaxud da 316. 16 4'ə tam bölündüyünə görə 316 ədədi 4'ə tam bölünür. 5'ə bölünmə əlaməti çox asandır. Sonra 0 və 5 ilə bitən bütün ədədlər 5'ə bölünür. 6'ya bölünmə əlaməti sonu cüt olan ədədlər 6'ya bölünmə əlaməti üçün 2 şərt lazımdır. 2 şərt. Uşaqlar, 1 yox, 2 şərt. Birinci şərt odur ki, 6'ya bölünmə əlaməti üçün 2'yə bölünməlidir. Yəni 2'yə bölmək nə deməkdir? Yəni sonu cüt olmalıdır uşaqlar. 0, 2, 4, 6, 8 də bitməlidir sonu. Və eyni zamanda 3'ə bölünməlidir. 3'ə bölünmə əlaməti də o deməkdir ki, yəni rəqəmlərin cəmi 3'ə bölünməlidir. Bunu bildik. 6'ya bölünmə əlaməti. Yəni həm 2'yə, həm 3'ə bölünən ədədlər 6'ya bölünür. Həm 2'yə, həm 3'ə. Bir ədədin 6'ya bölünməsini tapmaq üçün biz birinci onun cüt və yaxud tək olmağına baxmalıyıq. Yəni 2'yə bölünməsini yoxlamalıyıq, 3'ə tam bölünməsini. Daha sonra isə onun 3'ə bölünməsini yoxlamalıyıq. Bu da hardan gəlir? 6, 2 bura 3 deyil.
iki sadə ədədin vuruğu şəklində göstərir altını. 2 və 3. 2 də sadədir, 3 də sadədir. Bir-biri ilə sadədirlər deyə həm qarşılıqlı sadədirlər, həm də ümumiyyətlə sadədirlər. Çünki özündən və birdən başqa böləni yoxdur. Ona görə də 6-ya bölünmə əlaməti oradan çıxır ki, həm 2-yə, eyni zamanda həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya bölünür. 7-yə bölünmə əlaməti üçün mükəmməl bir şey var. Bunlar 7-yə bölünmə əlaməti nədir? Ədədin sonuncu rəqəmini 5-ə vurub qalan hissəsi ilə toplayanda alınan cəm 7-yə bölünürsə, demək bu ədəd 7-yə bölünür. Məsəl üçün, baxaq 532. 532-nin sonuncu rəqəmini 5-ə vurub qalan ədədlə, bax sonuncu rəqəmi atdım, qalan ədəd nədir? 53. Qalan ədədlə topladıqda bu ədəd 7-yə bölünürsə, həmin ədəd 7-yə bölünür. 10-un üstə 53 gəldim, 63. 63 isə bilir ki 7-yə bölünür, cavab 9 edir. Demək 532 7-yə bölünür. Demək ədədin sonuncu rəqəmini 5-ə vurub qalan ədədlə, yəni sonuncu rəqəmi silib yerdə qalan ədədlə topladıqda 7-yə bölünürsə 7-yə bölünür. 8-ə bölünmə əlamətində 4-də 2 rəqəmə baxırıq 4-ə bölünmə əlamətində. Amma 8-ə bölünmə əlamətində son 3 rəqəmə baxacaq. Son 3 rəqəmi 0 olan və yaxud da son 3 rəqəmi 8-ə bölünən ədədlər 8-ə bölünür. Məsəl üçün son 3 rəqəmindən söhbət edir. Məsəl üçün 1700 yox, daha doğrusu 1700 yox, 170 min. Son 3 rəqəmi 0 olmalı. 17 min. 17 minin son 3 rəqəmi 0-dır. Demək 8-ə bölünür. Və yaxud da 3168. Son 3 rəqəminə baxın. Görürsünüz 8-ə bölünür. 16-yı 8-ə bölürəm 2, 8-də 8-ə bölürəm 1, 21 ilə 8-ə bölünür. Son 3 rəqəmi 8-ə bölündüyünə görə bu ədəd 8-ə bölünür. Demək, son 3 rəqəmi 8-ə bölünürsə və yaxud da sonunda 3 0 varsa, bu ədəd 8-ə bölünür. 9-a bölünmə əlamətini deyək, 9-a bölünmə əlaməti rəqəmləri cəmi 3-ə bölünmə əlamətinə oxşuyur. Amma 9-a bölmək burada lazımdır. Rəqəmlərin cəmi 9-a bölünürsə, ədədin rəqəmləri cəmi 9-a bölünürsə, bu ədəd 9-a bölünür. Məsəl üçün, elə baxaq bu 3168-ə. 3 üstə 1, üstə 6, üstə 8. Baxıram ki, 4 üstə 6. 4-ün üstə 6 gələndə neçə eləyir? 10. 10-un da üstə 8 gələndə 18. 18 9-a tam bölünürmü? Bəli, bölünür. 2 eləyir cavab. 18 9-a tam bölünürsə, demək bu ədəd 9-a tam bölünəcək. Və 11-ə bölünmə əlaməti. 11-ə bölünmə əlamətində belədir. Baxın, uşaqlar, ədədi nişanlayırıq. Məsəl üçün 24387. Məsəl üçün 24387. Ədədi sondan və yaxud da birincidən fərqi yoxdur. Sıralayırıq. Baxın, bu birinci rəqəmdir, bu ikinci rəqəmdir, bu üçüncü rəqəmdir, bu dördüncü rəqəmdir, bu beşinci rəqəmdir. Bizim 5 dənə rəqəm var. 1, 2, 3, 4, 5, 5-ci rəqəm. Tək yerdə duranların cəmi ilə cüt yerdə duranların cəmi arasındakı fərq 0-a bərabərdirsə və yaxud da 11-ə bölünürsə, bu ədəd 11-ə bölünür. Tək yerdə duran, təklər nədir? Tək yerdə duran. 5-ci, 3-cü, 1-ci. 5-ci ədəd nədir? 2, 3-cü nədir? 3, 1-ci nədir? 7. Bunların cəmi nə oldu? 10. Və cüt yerdə duran rəqəmlərin cəmi. 4-cünün 2-ci. 4-cü yerdə duran 4-dür. 2-ci yerdə duran 8-dir. Bunların da cəmi 12. 10-dan 12 ilə 10-un fərqinə baxacaq. Hansı böyüksə onu çıxacaq. Fərqi yoxdur. 12-dən 10-a çıxanda 2 qalır. 2 də bildiyimiz kimi bölünmür. Bölünmədiyinə görə də yox. Burada 12 edir uşaqlar. Baxın 2 üstə 5, 5 üstə 7, 12. Mən 10 yazmışam. 12, bu da 12. 12-dən də 12-ni çıxanda 0 edir. 0 elədiyinə görə bu ədəd 11-ə bölünür. 11-ə bölünmə əlaməti belədir. Və yaxud da belə də yaza bilərsiniz. Məsəl üçün, baxaq 121-ə. 121. Baxın, arxadan başlayırıq, sondan başlayırıq. Müsbət, mənfi, müsbət. Müsbətləri 1 toplayırıq. 1, 1, 2. Mənfiləri də toplayıb çıxırıq. Bir dənə burada mənfi olduğuna görə də 2-nin özünü çıxırıq. Bu da edir 0. Demək, bu ədəd 11-ə bölünür. Və yaxud da başqa ədədlərdə də eynən belə qayda ilə hesab olunur. 12-yə bölünmə əlaməti. Uşaqlar,
Ona bölünmə əlamətini dediyim, ona bölünmə əlaməti budur ki, sonunda 1-0 olan bütün ədədlər ona bölünür. Sonu 0 ilə bitən ədədlər, yəni 1-0 olması kifayətdir. 2-0 olan da ona bölünür. 1-0 olması kifayətdir. Sonra 0 ilə bitən bütün ədədlər ona bölünür. Uşaqlar, 12-yə bölünmə əlaməti nədir? İstənilən ədədin bölünmə əlamətini bundan sonra çıxarda bilərik. İstənilən ədədin. 12-yə bölünmə əlaməti budur, uşaqlar. Baxın, 12-ni 2 sadə vuruq şəklində göstərir. 2 sadə ədədin hasili şəklində. 2 sadə ədədin. Sadə ədədin. Sadə ədəd deyəndə nə nəzərdə tutulur? Bir-biri ilə sadə olsun. Bir qarşılıqlı sadə olsun. Yəni özlüyündə yox, bir-biri ilə qarşılıqlı sadə olsun. 3 və 4. 3 və 4-ün ortaq vuruğu yoxdur ki? Yoxdur. Demək, 12-ni 3 və 4-ün hasili kimi göstərdiksə, onda 12-yə bölünmə əlaməti də buradan belə çıxır. 12-yə bölmək üçün eyni zamanda həm 3-ə, həm 4-ə bölünən ədədlər 12-yə bölünür. Demək, ədəd həm 4-ə, həm 3-ə bölünürsə, bu ədəd 12-yə bölünür. Və yaxud da 15-ə bölünmə əlaməti də eyni cürdür. 3-ə və 5-ə bölünən ədədlər həm 3-ə, həm 5-ə bölünən ədədlər 15-ə bölünür. 18-ə bölünmə əlamətini necə götürürük? 18-ə bölünmə əlamətini tək götürürük. İndi baxın, burada incə məqam var. 18 3 vurulsun 6-ya da bərabərdir. 18 2 vurulsun 9-a da bərabərdir. Biz hansını götürürük? Uşaqlar, bir-birinə qarşılıqlı sadə olmalıdır. Bir-birinə. Vuruqlar bir-birinə qarşılıqlı sadə olmalıdır. Baxın, 3 ilə 6 bir-birinə qarşılıqlı sadə deyil. Çünki 6-nın da içində 3 var. 6 3 vurulsun 2-dir. 3 də 3-dür. Yəni 6 3-ün vuruğu olduğuna görə götürmürük. 2 ilə 9-u götürürük. 2 ilə 9 bir-birinə qarşılıqlı sadədir. Yəni qarşılıqlı sadə nə deyir? Onların ortaq vuruğu olmasın. Ortaq vuruqları olmasın. Birdən başqa onların ortaq